bir dəqiqə alıb sükuturam, 12-nin yarısı. Ölkənin bütün bölgələrində olduğu kimi anım tədbiri Ağdamda da qeyd olunur. Biz hal-hazırda Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanındayıq. Səhər saatlarından Quzanlı qəsəbəsində yerləşən Şəhidlər Xiyabanına insan axını başlayıb. İnsanlar zaman-zaman burada yerləşən Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən qəhrəman vətən oğullarının məzarlarını ziyarət edib, məzarlar önünə gül dəstələri düzüblər. Bu proses hal-hazırda da davam edir. Xüsusilə səhər saatlarında onu qeyd edim ki, burada insan izdihamı yaşanıbdır. Xüsusilə Qarabağ müharibəsi veteranları, Qarabağ müharibəsi qaziləri, şəhid ailəsi üzvləri və ölkəmizin müxtəlif bölgələrindən olan hətta insanlar belə burada gəlib bizim əziz şəhidlərimizin xatirəsini yad ediblər. İkinci qrup Qarabağ əlli, şəhid Leytenant Göyşov Sərvanın atası, şəhid Göyşov Tanrıverdin qardaşı. Bütün Azərbaycan xalqına səbir diləyirəm. Bütün şəhid ailələrinə, bütün şəhid ailələrini sevənlərə səbir diləyirəm. Bunlar bizim qürur yerimizdir. Bunlar bizim torpaqlarımızı işğaldan azad elədi. Bütün Allah şəhidlərə rəhmət eləsin. Qazilərə də can sağlığı versin. Veteranlara, döyüşçülərə, iştirakçılara can sağlığı versin. Hər kəs Cənab Ali Baş Komandana deyir ki, Cənab Ali Baş Komandan dayanma. Məktublarla, müraciətlərlə ancaq irəli. Cənab Ali Baş Komandan düşmənin başına elə bir zərbə vurdu ki, bütün dünyada o zərbə xatırlanır. Allah Teala şəhidlərimizə qəni-qəni rəhmət eləsin, məkanlarını cənnət eləsin. Allah Teala Cənab Ali Baş Komandanı qorusun ki, belə bir mükəmməl bir ordu qurub. Həqiqətən də bizim ordu bütün dünyaya səs-səlan bir ordudur. Hal-hazırda biz şəhid ailəsi üzvlərindən birinə yaxınlaşırıq. Şamama xanım əslən atası Misirli, anası Azərbaycanlı olan şəhidimiz Xalid Hasanın nənəsidir. Xüsusilə onu da qeyd etmək yerinə düşərdi ki, Şamma xanım 1-ci Qarabağ müharibəsi dövründə bir döyüşçü kimi döyüşüb, xidmət edib və düşmənin mülki əhalinin, mülki infrastrukturu ateşə tutması nəticəsində 44 günlük vətən müharibəsində Şamama xanım da yaralanıb, qəlpə yarası alıb, xəsarət alıb. Hər vaxtınız xeyir, acınız acımızdır. Necə xatırlayırsınız? Necə keçdi bu 5 il? Nələr yadda qalıb? Qadanarım. O atalardan bir misal var, deyirlər ki, oğlan düşmən çəpəridir. Düzdür, yoxluğu yandırır bizi. Amma vətən azad olmaqdan ötürü şəhid də olar, qazi də olmalıdır. Yanımızda yoxdur. 5 illik həsrət elə bil ki, dünəndir. 5 il yox, elə bilirəm ki, elə həmən gündür. Bu müharibə başlayan gündür, elə bilirəm ki. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Cəmi şəhidlərə nənə verən Xalidin, mən nənəsi qurban. Hamınıza Allah sizə kömək olsun, Allah sizi var eləsin. Bugünkü gündə bu şəhidləri yad eləyənin Allah kömək olsun. Əlavə olaraq qeyd edim və bir xatırlatma edim ki, 1994-cü ildə Azərbaycan-Ermənistan arasında atəşkəs razılaşmasının əldə edilməsinə baxmayaraq o tarixdən 2020-ci il tarixinə qədər düşmən qoşunların keçmiş təmas xəttində təxribatlara mütəmadi qaydada əl atırdı. Xüsusilə də mülki əhalini, yaşayış məskənlərimizi atəşə tuturdu. Artıq belə deyim 2020-ci ildə isə təxribatın sonuncusu təmas xəttinə yaxın yaşayış məntəqələrində bir neçə evlərimizi atıcı silahlardan və artilleriya qurğularından atəşə tutdu. Məhz elə bundan sonra Azərbaycan dövləti əkiz hücum əməliyyatına başladı və 44 gün müddətinə bir çox şəhərlərimiz, rayonlarımız işğaldan azad edildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Mənim çatdıracağım Ağdamdan bu qədər.